Salam, gəlin 26-cı sualı həll edək. Demək, şərtdə verilənləri mən şəkildə çəkmişəm. Demək, şəklimiz belə olacaq. İndi gəlin həllinə baxaq. Deyək ki, ABC üçbucağında AF tənbələndir. AF tənbələndirsə, gəlin bunu qeyd edək. Demək, bura bir alfa, burada bir alfa yazıram, çünki tənbələndi. Və sonra deyir ki, AYF, yəni bura S bucağının iki mislidir. S bucağına 1 beta yazıram. O zaman burada 2 beta olacaq. İndi deyir ki, BF 4 cm-dir. BF-ə bir 4 yazıram. Və YS-ni istəyir. YS-ni x deyirəm və gəlin x-i tapaq. İndi burada fikir verin. AYF, yəni 2 beta bucağı FYS 3 bucağının xarici bucağıdır. Əgər bura 2 betadırsa, burada beta olacaq. Niyə beta oldu? Çünki üçbucağın bir xarici bucağı ona qonşu olmayan iki daxili bucağının cəminə bərabərdir. Əgər bura betadırsa, burada beta olmalıdır ki, AYF bucağı 2 beta olsun. Demək, biz buranı tapdıq, 2 betadır. Demək, bu bərabər yanlı üçbucaq oldu. YF-lə YS bir-birinə bərabərdir. İndi gəlin bura baxaq. FAY daxili bucağı FY qövsünün yarısına bərabərdir. O zaman bura 2 alfa olacaq. Həmçinin buradan BF qövsü də BAF bucağının 2 misli olacaq. O zaman burada yazırıq 2 alfa. İndi bizim belə bir xassəmiz var ki, yəni çevrənin belə bir xassəsi var ki, əgər iki qövs bir-birinə bərabərdirsə, onların ayırdığı vətərlər də bir-birinə bərabərdir. Əgər BF 4-dürsə, o zaman FY də 4 olacaq. Demək, burada 4-ə bərabərdir. İndi biz demişdik axı, YF-lə YS bir-birinə bərabərdir. O zaman YS də buradan 4 olar. Yəni cavabımız olacaq A variantı.